Bu adamı tanıyorsunuz. Bəli, tanıyırım. Bu kəndin sakini değil. Bəli. Adı nedir bunun? Zavur. Hörmətini saxlayırsa da. Ağsaqqal kimi biat gətir danışdır. Bu laf köhnə çəkildi. Keyfiyyəti falan məhv olub videonun. İlahi, möhkəm nitqini tutsun. Zavur. Zavur. Danış. Danış da. Seni yandı verirəm bir Abbas'a gümbezine. Danış da. Bir yazıb ki, söyüş gör necə cəhcəh vurur. Verirəm. Danış. Danış da bir kelime. Cəmi şeytdəndir bu el. Allah'ın hökmüdür. Verirəm sen. Həqiqətən niyə danışmır? Ürəyim partladı burada mənim. Danış da, danış. Bir dənə şapalaq qoyarsan qulağının dibinə bax necə danışır. Bugün ölkəmizdə televiziya əfsanələrinin 12-ci hissəsi ilə qarşınızdayam. 12-ci hissədə yoxdur. Yəni həqiqətən yuxuda görmüşəm ki 3000 abunəçi olmuşam. Onu yuxunda görərsən, onu yuxunda görərsən. İndidən kanalımıza abunə olmağı və videomuza like atmağı unutmayın. Sonra eşidirsən məni? Az yaşdıranlara hay vermirəm mən burada. Sura çox əsəbi adam oxşuyur. Bu kimdir? Suqura. Mikrofon. Variantlar verilib, görürəm bütün variantlar doğrudur. Balina tərpəndi. Bir zamanlar TikToku zəbt edən məsələ bu idi. Çevirirsən yuxarı balina. Baxaq da görün balina necə tərpənir. Baləsi, ayətən baləsi, Allah verdi. Yerin rahatdır, he? Gelirsən. Tərpəndi. Yaman tərpəndi. Tərpənişindən bilindi ki maketdir. Biz yedirik qabağda, düşməni dağda. Göyçə zəngəzə. Ne oldu ay çaqqal, yol çəkirdin ha? 40 günün içində başın getdi aşağıya. Kolonka cırıldı. Bunlar elə danışırlar ki, elə bir özləri gedib döyüşürlər Allah. Xaricdə rep. Bizim rep xarici repindən seçilməlidir 100%. Bu adamı tanıyorsunuz. Bəli, Bu tanıyırım. kəndin sakini değil. Bəli. Adı nedir bunun? Zavur. Hörmətini saxlayırsa da. Ağsaqqal kimi biat gətir danışdır. Bu laf köhnə çəkildi. Sən keyfiyyəti falan məhv olub videonun. İlahi, möhkəm nitqini tutsun. Zavur. Zavur. Danış. Danış da. Seni yandı verirəm bir Abbas'a gümbezine. Danış da. Bir yazıb ki, söyüş gör necə cəhcəh vurur. Verirəm. Danış. Danış da bir kelime. Cəmi şeytdəndir bu el. Allah'ın hökmüdür. Verirəm sen. Möhkəm Həqiqətən niyə danışmır? Ürəyim partladı burada mənim. Danış da, danış. Bir dənə şapalaq qoyarsan qulağının dibinə bax necə danışır. Oha, ne diyor? Chat ne diyor ya? Ben oğlum size koyma onu başın sürşet gelir değer benim malımdan. O gelir beri ayağım. Adan uzanıp koyma başın sürşet gelir benim malım. Oy da gəlir, sən öl gəlir. Qadağan olmuş reklam bu nə deyirlər? Sesini yükselt. Eğlenceyi. Bu köhnə reklamlarda olmalıdır, həqiqətən heç yadıma gəlmir. Telefonun səsini alın Rəmətum. Məktub göndərilib ki, Hələ iş lazım olanda zəng eləmirlər. Tulladı ya telefonu. Yetimin də axırda telefon çıxacaq. hə, səbləşmə. Aynı ya. Tapıb görəsən. Newtonun başına alma düşəndə o nəyi kəşf etmişdi? Almanı. Açqoyun miri. Qaqaş görəsən bunu necə bildi? Zaurun verilişində şok. Eşidilən səslər insanları şoka salır. Normal insan halıdır artıq bu insan. Gəlin o səsə qulaq asaq. Görək nə var bu səsdə. Dustaq yoldaşım. Simba. Sən salamlayıram qardaşım. Düzdür mən azada. Simba TikTok'dan keçdi özü Zaur verilişinə. Var. Yok. Maske de yok. Bu niyə yürü la? Bəlkə də it bu hərəkətləri eləməz. Yaxşıyam. Keyfin əhvalın necədir? Yaxşıdır. Düzəldin? Hə. Nə oynatdılar sənə? Mənə Hə. həkim duruşuma baxdı. Zaur sualı verdiyinə görə peşman oldu ya. Uşaq ürəyə nə danışır həqiqət? Yacı.
baş tacı, bəzən acı, O pomidorlar oyuncaqdır görəsən. saçı, birinin haçı, Oyuncağa bənzəyir. əlləsi, paçası arasında Ya bu şeir diyorsa nağıl. Azərbaycanın ən qorxulu mahnısı ola bilər. Ay da bu nə mahnıdır? Ha, bu mahnı kimi xatırlatdı yazın yorumlara. Ulan ne kadar izleyiciniz var Instagram'da? 120 bin. 4 min zat verir. 124 bin. Bu kadar filmler, bu kadar televizya kariyerası hanım artık gelip çatır 90 binden çok izleyici sayı. Yox. Yavaş yavaş çatır. Artıq xanım elə oturub mən də izləməyə başlamışam. Xanım özü ilə fəxr elədi. 17 yaşında dedem beni nişanlıyım. 18 yaşım olmamış evlendirip. Eve gelenden sonra görmüşəm ki kimi getiribler. Biz hanımızı görmemişiz. Xanımın üzünü heç görməmişsiniz bir də. Yok. 6 uşaq. Ve 6 uşaq. 65-ci üzün görməyə. 5 kız. Üzünü görməyə uşaq necə olur? Üzün görüb sevsəydiniz, evlənsəydiniz, bəlkə də bir 20 uşağınız olardı sizin, onda belə çıxır. 20 az ya məncə. Bax, sən bu göz qaş oynatman var ya belə. O, bu hinir o. Başını necə eləyir elə? Adam damarı da artına. Bu boyda dodaq qoyarlar adama. Sən inansan ki, sən qapıdan gələndə birinci 2 dənə dodaq girir içəri, sonra başı girir. İlgiz düz deyir mən. Yəni, dodağın böyük olması heç nəyi dəyişdirmir. Tumkasının ağzını açtı. Oradan çıkarttı bu kadar dollar. Bilmirəm ne kadar olardı. Bir paçkanın yarısından belə də. Çıxardıb tutub əlində. Dedi ki, Elgiz, mən səni çox istəyirəm. Sən çox yaxşı insansan. Mən istəyirəm ki, qaşları qara qız, saçları qara qız mahnısını oxuyasan sən. Mən də oynayım. Mən də, nə bilim ki, bu mənə belə söz deyər. Artıq əlim pulun başındadır. Bir qaçıydın da. Bir tərəfə ada hara qaçırsan da. Görəsən doğrudan elə olub. Cəmaat da baxır, 10 dənədə yenə də müğənni arxada, 10 müğənni ha. Tuttum belə, dayanmışam belə, indi bilmirəm, qıpqırmızı oldum, nə günlərə qaldım. Bu videoya baxanda həqiqətən mən də qıpqırmızı oldum. Dağları duman alanda, gözüm yollarda Elgiz yəni mimikalarını saxlaya bilmir. yadıma səni salanda, gül yanağım solmasınmı yar? Tənqaşın qəşəng səsi var. Musiqi olsaydı həqiqətən çox super alınar. Allah, sənə deyim, indikən nə qədər borcum vardı, hamısı yadıma düşdü. Görəm, yadımdan çıxan sonra kimə borcum vardı? Bu videodan sonra bildim ki, Elgizin borcu var. Məsələn, bax, mən özüm. Məni həyatda görən adam şok olur ki, siz nə qədər yaraşıqlı, nə qədər... Vay. Simpatiya. Amma efirdə pis görürüm, nəsə. Efirdə pis görüm. Əsl simpatiya. Barı çoktan solulmuş ağacın üstündeki en sonuncu en şirin meyvesi tek kokmuş. Haytan bunlar, Elgiz bunları hardan tapıb gətirir verilişə? Derdimi suya değer deyiblər. Bax indi su da geldi. Derdimden azad oldum. Armudun yaxşısını ayı yeyər deyiblər. 2025-in ən trend şeiri olacaq bu. Əyləş Ayxan. Növbəti qonağımız da elə Ayxanın dostudur. Ayxanın yaxın dostudur. Aparıcı heç vecinə qalmadı ya. Ayxan ölür orada. Axırda gülməyin həqiqətən heç yeri yox. Bir videonun da sonuna gəldik. Ümid eləyirəm video xoşunuza gəldi. Əgər ölkəmizdə televiziya əfsanələrinin davamlı gəlməsini istəyirsinizsə videoya like atın və kanalımıza abunə olmağı unutmayın. Sağ olun, sevilirsiniz.